Tramp Rusiyaya vaxt verdi. Müharibə tezliklə başa çatacaq. Bizim üçün Donald Trump'ın Ukrayna ilə bağlı danışıqlardakı mövqeyi və niyyəti artıq tamamilə aydındır. Bunu Reportun Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının Hakim Xalqın Xidmətçisi Partiyasından olan deputatı Yuri Kamilçuk bildirib. Trump əvvəlcə belə demək mümkünsə Rusiya ilə razılığa gəlməyə çalışdı. Çünki geosiyasi kontekstdə Rusiyanın Çin, Şimali Koreya və İranla əlaqələrini nəzərə almamaq mümkün deyil. Trump Rusiya vasitəsilə İranla razılığa gəlmək cəhdindən istifadə edərək Kremlə Ukrayna üzərindən belə bir şans verdi. Nəticə olmadıqda onun sonraki hərəkətləri Rusiyaya qarşı ardıcıl mübarizə mövqeyini ortaya qoyur. Məsələn, sanksiyaları artırır. Tarif müharibəsinin başlanğıcını görürük ki, bu qərar artıq bazarlarda çaxnaşma yaradıb. Eləcə də Rusiya neftinin qiymətinin aşağı düşməsinə gətirib çıxarıb. Nəzərinizə çatdırım ki, Sovet İttifaqında neftin qiymətinin düşməsi bir vaxtlar köhnə Sovet imperiya sisteminin dağılmasının əsas səbəbi idi. Donald Trump Rusiya üçün son tarix təyin edib və ümid eləyirəm ki, bu bir neçə həftədən çox çəkməz. Biz Trumpdan daha qətiyyətli hərəkətlər görəcəyik deyə deputat əlavə eləyib.